Ey Kur'an bilikləri, ey Peyğəmbərin yanında olaraq onun sözlərini eşidib, davranışlarının şahid olan səhabələr. Məyər Peyğəmbər buyurmuyub ki, mənim əhl-i beytim gəmiyə bənzər. Əgər ona daxil olsanız xilas olar və əgər arxa çevirsəniz həlak olarsınız. Xeybər qapısını yerindən eşq oynatdı. Yoxsa Mevlamız Əli də sizin kimi bir insan idi. Məhz Əlinin Allaha olan eşqi nəticəsində ilahi onun qollarına misilsiz güc qüvvət verdi. Bir tək anla Xeybərin qapısını yerindən oynatdı. İmanla eşqini qollarına yönəltsən, necə möcüzələr yarattığını görərsən.